5 dəqiqə şarj, sonra yola davam. BYD bu dəfə zarafat etdi. BYD elektrikli avtomobil bazarına sözün əsl mənasında şok effekti verib. Şirkətin yeni 1500 kW-lıq flash charging texnologiyası uyğun avtomobilləri 10%-dən 70%-ə cəmi 5 dəqiqəyə çatdırır. Bəli, sən çaya qarışdığına qədər maşın demək olar ki, hazıram gedək. Yeni nəsil Blade bateriya 2 ilə bu sürət 10%-dən 97%-ə 9 dəqiqəyə qədər yüksəlir. Hətta -30 dərəcə şaxtada belə 20%-dən 97%-ə dolub 12 dəqiqə çəkir. Yəni güc artıq yalnız əlləri yox, şarj gözləntisində dondurmaya bilər. BYD bununla kifayətlənmir və bu ilin sonuna qədər Çində 20.000 sürətli şarj məntəqəsi qurmağı planlaşdırır. Onların 2000-i əsas magistral yollar üzərində olacaq ki, uzun yol sürücüləri üçün iş daha rahatlaşsın. Səncə, bu texnologiya elektromobil bazarında oyunun qaydalarını bir dəfəlik dəyişəcəkmi?